1941-1945 Böyük Vətən müharibəsi Rusiya və keçmiş postsovet ölkələrində 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən ad. Qərbdə bu müharibə Sovet-Alman müharibəsi, İkinci Dünya müharibəsində Şərq cəbhəsi adları ilə tanınır. Almaniyanın danışıqsız təslim olduğu gün 9 may günü rəsmi bayramdır. Almaniya çox güclü hərbi iqtisadi potensiala malik idi. Hərbi istehsal 1934-cü ildən 1940-cı ilə qədər 22 dəfə artmışdı. Alman hərbi qüvvələrinin sayı 105 mindən 3.755 minə qədər 35 dəfə artmışdı. 1941-ci ilin ortasında Almaniyanın silahlı qüvvələrinin ümumi sayı 7.3 milyon adam, bundan əlavə 1.2 milyon muzdullar vardı. Quru qoşunlarda 5.2 milyon adam, 169 piyada, 21 tank, 14 mühərrikli və 10 başqa diviziya, 7 əlahiddən briqada vardı. Texnikası 5639 tank və hücum topu 10.000 təyyarə, 61.000 top və mina atan 1941-ci ilin iyununda hərbi dəniz donanması 5 xəttə gəmisi, 4 ağır və 4 yüngül kreyser,